Bir dənə məsələ var idi ki, harda başlayaq, necə başlayaq. Amma heç bir məlumatımız yox idi bununla bağlı. Yeganə məlumat o idi ki, real həyatda oyunlardır və bunları otaq-otaq məlumatımız nə idi ki, müştəriləri bir otaqda bağlısan, onlar oradan çıxmağı bacarmalıdır. Bu oyun prosesidir. Burada sizi bağlayırlar dostlarınızla birlikdə və məntiq gücünüzlə və ya hər hansısa fiziki tapşırıqlarla siz növbəti otaqlara keçməlisiniz. Hər bir otaq müxtəlif mövzudadır, müxtəlif tapşırıqlar var hər otaqlarda və hər oyunun hər otaqlarına uyğun olaraq tapşırıqları yerinə yetirib növbəti otaqlara və növbəti missiyalara keçid etməlisiniz. Sonuçta oyunun yekun bir missiyası olur, o missiyasını yerinə yetirib oyundan çıxmağı bacarmalısınız. Sözsüz ki, burada siz tək olmayacaqsınız. Burada sizdən başqa personajlar, aktyorlar və daha nələr olacaq. Burada yataq otağıdır. Buradan yuxarı qalxır dama.